Kimlər eləyib şeyləri, çalışmaların hamısını? Probability. Probability bir də ondan əvvəlki. Ondan əvvəlkindən 3-4 dənəsini burada elədik, qalanını evdə eləməliyiz. Qalır. Probability. Birisini də eləmək lazımdır. Başqa eləməyən var? Sənin bildiyim, sən probability-ni eləməmisən. Okey. Rəfət sən? Ramil, Rəfət sən idi. 3 dənə R var, qarışdırın. Hamısını sualım var. İkincide yazmışım ama bölümler biraz şeyler ben çok istemişim ama biraz tutmuştum. Okey. Səni bildim. Sən də? İhtimal sevmişim. Birisi? Sual? De. Sual bir. Bayağı haber. Excel funksiyası baxımından problem var. Okey, onu göstərərəm. Emil sən? Mən ehtimal eləmişəm. Bizə bias teoreminin yeni Okey. Bəs ondan əvvəlki? Ondan əvvəlkində biraz Excel formullarında biraz problem var. Mən bu da praktisilə bitirdim. Okey. Salam. Projektor işləmir deyəsən, buna baxarız zəhmət olmasın. Bayes teoremində nəyə başa düşməlisiniz? Ben de o şeyler Məsələn, biz keçən dəfə bir misal üzərində elədiyimiz həssisdə və sağlamlıqda o misalı yenidən qısa bir şəkildə yenilərik. Ona aid yeni şeydə, yəni Bayes teoreminə aid 3 dənə misal var. Onların içinə də baxarıq. Prosta orada yəni başa düşmədiyim, yəni eləyə bilməmə səbəbim nədir? Zaten düstur mahiyyəti. Və Bayes teoreminin ümumiyyətlə mahiyyəti nədir? Bayes teoreminin ümumiyyətlə mahiyyəti, yəni hər hansı bir ehtimal var və ora əlavə bir element əlavə olunanda bizə verilən, deyək ki, yeni ehtimal. Updated ehtimalı tapırıq, yeni dataya əsasən. Düstur olaraq bəs başa düşmədiyin nədir? Yəni, deyirsən, həll eləyə bilmədim, tutaq ki, harda ilişdin? Düstur yaxşı, bunu izah edəndə təşəkkür edir. Necə? Bunu izah edəndə yaxşı olur mu? Bizə bunu izah edəndə yaxşı olur. Onu tree kimi eləsək daha rahat, daha asan başa düşürsən. Okey, elə başa düşürsən, amma o sadəcə, belə deyim, mahiyyətini başa düşmək deyil də, o sadəcə qabağında bütün rəqəmləri vizual olaraq görürsən deyə nəyə vurmalı olduğunu tapa bilirsən. Mənə lazımdır ki, o mahiyyətini başa düşəsiniz.
Evvelden bir ihtimal gibi yeni bir məlumat gələn, həmin məlumatın Düzgünlüyünü yoxlamıram. ihtimal. Yeni Bax, əvvəldən əlimizdə bir data olur, bir ehtimal olur, onu bilirik. Yeni gələn informasiyanın bizim əvvəl bildiyimiz ehtimala təsiri olur. Bir yeni informasiya ilə bizim ehtimal əvvəlki kimi olmur. Yeni informasiya daxil olur və bizim bu şey haqqında təsəvvürümüz daha da genişlənir. O yeni informasiya əsasında bu ehtimalı yenidən hesablayırıq. Oradakı çalışmalardan məsələn bias aidlərini oxuyun. A company first light bulbs. O bias olmalı deyil axı. Bu Yanında Trace bias and lazım. Benjamin. Yox, bias və Ezberiyle bağlı olan 11. project işləmir. Belə göy olur. Burada heç rəna vermirlər sizə. Bəlkə recording qoşulub deyə. Məncə olmaz. Saxlayaq deyirsiniz. Yox, mən heç nə demirəm. Bir ehtimal kimi dedim. Hə, burada source verin seçin. Bir dənəsini deyin. A student has a 0.7 chance of studying and a 0.9 chance of passing if they study. For the if don't study. Sıfır chance of study. Bu nəyin ehtimalı? Chance of Chance of studying. studying. Aha, sonraki nədir? 0.9 9 chance of passing if they if they study. study. Okay, onda bu şey işaretlemek istiyorum. Probability study. 0.7. Probability passing if study. If study. Neçə? 0.9. Sonra If they don't study, chance of passing is 0.4. if they don't study, chance of passing. Probability passing 0.4. Aha. Find the probability that the student studied given that they passed. Study passing. Şimdi formulanı kim yazabilir? Bunun formulasını. En altıncı. Bizə lazımdır ki, keçən tələbələrin neçəsinin oxuduğunu bilək. Yaza bilərsən? Biraz Formula. qarşılamasın. Bunun o birisi, yəni keçməmək. Bir dənə probability qalıb da, aşağıya yazmalı olduğum. Bunu Yox, yox deyil. O birisi oxumadan keçsin ihtimalı. yox. Ya, kim yazar aşağıda nə olmalı? Deyil. Bunu keçme ihtimali.
Probability B. Bu düsturun mahiyyəti niyə? Bu düsturda başa düşmədiyiniz nə var? Burada yeni informasiya hansıdır? Deyir ki, yeni informasiya gəlməlidir ki, biz probability update edək. Aşağıda şey için alıyor. Okumuşsun hepsini. Bravo. Okumam. Ben de okumuştum. Okumuşsun hepsini. Var, bir de okumuşsun hepsini. Sıfır puanlık olan hansıdır? Onun adı. Məxrəc Bir sıfır puanla ilgili o birisi esası var. Sıfır puanla ilgili. 0.3 not study. Onda bizde o yoktu. Don't study and pass. Study var, not study 0.1, Yani not study 0.3 0.3 var bizde. Senden okumuştum. Keçənlərin oxuma ehtimalı, Oxuma, oxumuş olma ehtimalı. Ve alımlar görmüşsünüz. İkincisi. Bu biz deyirik ki, bizdə Bayes teoremində nədir? Bəzi məlumatlar bizdə var, probabilitylər. Yeni bir məlumat daxil olur. O məlumat əsasında probability-ni yeniləyirik. Burada yeni məlumat imtahandan keçməkdir. Biz bilirik tələbənin oxuma ehtimalını. Ha, Yeni məlumat, indi deyirik ki, keçmiş tələbələrdən neçəsi oxumuş olar. Yeni məlumat burada bu probability P-dir. O necə orada pozitif axtardı, orada da eyni içində. Əvvəlki o xəstəlik probability-sində biz onsuz da bilirdik ki, əhalinin 1% bu xəstəliyə tutulur. Amma testlər olandan sonra yeni bir informasiya o testlərin aparılmasıdır. Testlər aparılır, əlimizdə yeni bir data olur. Ondan sonra tapırıq ki, okey, ümumilikdə 1% ehtimalla əhali xəstələnir. Bəs test elədik, pozitiv çıxdı. Bu pozitiv çıxanların həqiqətən xəstə olma ehtimalı nədir? Burada probability P-nin düsturun kimi yazar. 0.7 olsun, 0.9 üstüne gelsin, 0.7. Düstur. Hələ rəqəm yox. Ancaq birbaşa rəqəmlə getsən, Yaxşı. sonra Rəqəm olmayanda seçəcəm. rəqəm olmayanda çaşacaqsan, üstəki nəyi hara yazmalı olduğunu qarışdıracaqsan. Olur. Bunu deyil. Sıfır tomat esansı diye onun adı nedir? Probability non-study. Ha. Sağ ol. Bu düstur niyə testing probability verir? O ki, deyir. Orada bütün ihtimallar, bütün gizemler aslında biz şey tutuyoruz. Bizi zahim. Loğru dildə izah edə, adım var. Bir şey loğru dildə izah edə bilmiyorsunuzsa, ben orada görüşürüz. ne sormuşsun? Yani umumi diye Biz bu testing probability-ni tapdıq, düsturunu yazdıq. Bu düstur niyə testing probability-ni verir bizə, ümumi keçmə ehtimalı verir. Şimdi bir fikir var. Üstün yani umumi hangi kesmeme ihtimali var?
Niyə keçmə ehtimalını P-NS-ə vurmuruq, P-PS-ə vururuq? Ayrı tapmalı mı? Keçəndə oxuma ehtimalı keçməyəcək. Oxumuyor, Bizə lazım, bizə ümumi keçmə ehtimalı lazımdır. Bu bizə nə, bu nədir? Bu nədir? Hazırlaşır. Hə? Yəni Hazırlaşıb keçənlər. O da Bu da hazırlaşanlar. Çünki orada Bunun hasili bizə verir ki, bu şeylərdə Bu qrup oxuyub keçir. bu qrup oxuyub keçib. O qrupda oxuyub. Bu qrupda oxumayıb keçib. Keçib deyəndə onun ehtimalını hər ikisini. Bunları niyə cəmləyirik? Niyə burada vurma işarəsi yoxdur, cəm var? Necə? Ümumi olan Çünki- sizlərdə birə görə. Çünki onlar ilk dəfə idi. İhtimal sınıf 17'de orada da məsələn oxuyub keçsin. Bir də oxumayıb keçmə ehtimalı var. Çünki biz Düz vururuq. deyirlər. İndi onun bir adı var. Ümumi ehtimal var. Nə? Dəqiqə. Tərəfə oxuyub Niyə? Hə, yüksək yoxsa Independent. Yəni ehtimal var. Üst-üstə gəlir çünki ikisindən biri olmalıdır. İkisi də ola bilsəydi bir vaxtda vurmaq olardı. Ya o olmalıdır, ya bu olmalıdır. Eyni vaxtda ola bilməzlər. Necə olmalı? Nə? Yox, ayrı vaxt olması Interdependent. Necə ilətdir bu? Motion explosive. Eyni vaxtda baş verə bilməz. Ya biri olmalıdır, ya digər. Ya yağış yağır, ya da yağır. Ya oxuyub keçsin. Ya oxuyub, ya oxumayıb. Üçüncü bir variant yoxdur. Ya da eyni vaxtda həm oxumuş, həm oxumamış ola bilməz. Ona görə orada cəm işarəsi var. Çünki biz motion explosive eventlərin ehtimalını cəmləyib tapırıq. Topal ehtimallarını. Burada rəqəmləri yerinə qoyub kim eləyər? Eləmişim. Bu səndən başqa bir hədisdir. İkinci var. Mən çağırdım. Kəndində yoxdur. Heç problem. Burada yazın. Mən də istəyirsən. Bir şey bunu yazdım. Nostalji. Bu hazırlıkta çevirmişəm. 03'lü nostalji. Deməli, bunu buna vururuz. Sayın. 63. Aa. Aslında 63 olmuş. 60. 0.75. 75. Niye? 80 2 yersin. Aa, axırda deyirsiniz. Mən də bunu deyirəm, 75. Davamlı. Davamlı. Aa, davamlı da deməli buna vurur, böyle bir 75'e. 180. Sıfır 0.84. Bu aldığın 0.84 nədir? Bizdən nə istəyirlər? Odur. Nəyi hesablamısan sən? Təbii ki. Nə istədiklərini bilmədən necə hesablamısan? Biz hesabladıq ki, o oxusa ehtimalı nə qədər keçəcək. Həm keçirən yox. Həm keçirəm. Biz keçmiş olanları deyirik ki, oxumayan da keçə bilər. Oxumayan. Biz hesablayırıq ki, bu keçmiş olan, imtahandan keçmiş olanların oxumuş olma ehtimalı nə qədərdir? İmtahandan keçmiş olanlar. Yəni ki, %84% ehtimalla Keçirlər. imtahandan keçənlər oxuyub. Geri qalanda %16 Oxumur, keçiblər. %16 ehtimalla da ki, yerdə qalanda olur. Çox oxumayan keçirlər. Aynen.
O biri probability məsələsini kim çıxıb başına ayağa eləyər? Bayısına. Bəli. Hansını siz deyin. Buyurun. 12 neyi? Buyurun, buyurun. 12 O I birini. can use that. Problem değil. yok. Hansı? Kim eləyir? Hə? Ağac bulur meselesi. 3 dənə məsələ olmalı idi səhv eləmirəmsə. 12 Orada Bayes deyərinə aid. 12 neyi? Necə? 12 neyi? 12 ağaç olabilir ama. Kimsə çıxsın eləsin, mən onu deyirəm. Onun üçün Hı. formula yazmaq yoxsa eləmək. Sən çıxdın, sən də çıxdın. Başqa könüllü. Nə çıxmaq istəmişsiniz? Səhv olanda olacaq da. Mən deyirəm. Ağaç köylerinde. Yox, hələ ki var. Nə çıxmaq istəsin? Gəl. Evet. Hı. Tamam. 12 olsun son. 3 tane maşın var. Sabah olan 3 maşın. Mən sual çəkə bilərəm. Biri oxusun deyil. Var. 3 maşın var ABC. Ardıcılığı biri 30% ihtimalla. O biri 45. O biri 25% ihtimalla. Məhsul istəyirlər. Bunların defekt istehsalı birinci kifayətdir. O ehtimal deyil. O biri 0.3 hissəsi. Hissəsini buraxır. O cümlə mən bir ehtimal o yazdım. Neçə axtarırız? Ehtimal. Aha. Sonra Səhv vermək ehtimalları da yeni defekt. defekt olma ehtimalları. A-da 2%, B-də 3%. Şey, 2%. O birisi 3%. Aşağıda 5%. Deyir ki, səhv çıxan bir məhsulun C-dən olma ehtimalıdır. Onun dən probability düz şeyi işarələməsi ilə yaz. Səhv çıxır. Sual oldu ki, səhv çıxır. Nə deyir? Səhv çıxan Defekt olanın C-dən olma ehtimalı. C-dən. Birinci. Burada da olmuşluğu işte. 0.3 değil, ömer %3, %5 idi. Faiz, onda 5 yok. %5. O birisi de %3, %2. C-dən olan defekt molları istəyirsə, Defekt çıxan məhsulun C maşınında istehsal olma ehtimalı. Nasıl yani? Uşaqlar köməkləsin. Birinci hər şey hərəsindən Əvvəlcə işarələmələrini yaz. Səndən istədiyi nədir? Defekt çıxan malın C-dən olma ehtimalı. Bunun işarələməsi probability kimi nədir? Cırdı. Hə, zəhmət olmasa. Bu? Bu bərabərdir. Bu da sürmüyor. Kim düzəllər bir sürü? Altta PD olmalı. Ben aynı söyleyeyim. Ses fazla bize Değil mi? Minus bir. Defekt. Ha.
Birinci səfərdə Defekt aşağı olmalı. yuxarıdan olmalı biraz. Hə? Yuxarıdan olmalı biraz. PC vurulsun. Biraz güzel. Bence Güzel. Ümumi üsulun məhsulu. Orada başlayıb. İndi PC'ni tutmalı. Başa düşdüyün yerlə olmalıdır. Onu yox. Yuxarıdakı nə deməkdir? Yuxarıdakı bildiyim şeyi, yəni C Kesinlikle məhsuluna informasiya. onu vurub C məhsulundan olub defekt olan malları. Buna verirsən. Şimdi C məhsulunun defekt olma ihtimali. Yəni C məhsulunun defekt olan malları. Üsullu məhsulun CMS'nin defekt olma ihtimali orada yazmışsın. Bu conditional probability. C-dən soruşdu. Defektin C maşını gəlmə ihtimali. Yani şeyler kimdə qalır? Aktörün prezentasiyalar. Orada zəhmət olmasa açılan conditional probability izah olunduğu yerdə ya həmin slaytı ondan bir iki slayt sonra düstur olmalıdır. Orada Düsturu necə biraz dəyişəbilirsin. Necə? Bu düstur. Bu düsturun buna nə deyirlər? Definition. Yox. Məsələn, məxrəci tapmaq üçün düsturu dəyişirsən. Ortaq Hə? ortaq məqsədə gətirir. Yox, məxrəci tapmaq üçün sürəti görürsən. Ən azı. Hə, sürəti görürsən, bərabərliyə. Dəyişən bir dəqiqə. Ehtimal Conditional probability tabiri yazılır. Bunu C maşını və defekt kimi fikirləş. şərtlə. Probability AB, conditional probability DS yazmışsan. Onu bildim. Yəni defekt olub, amma C maşından olub. Bax. Yerine alt sözü göstergeleri var. Necə? İşi yerine probability şeyden olan alt probability alt göstergeleme. Üç maşından birinden çıkan bilmez. Yox, onu soruşma. Orada conditional probability yazılır. Probability DS. Yəni ki, C maşınından çıxanların defekt olma ihtimali. Onun yerinə nə yaza bilərsiniz? Bu düsturu var. o üsulun niye zevk? Yaza bilərdik ya. Düsturun açılışı var. Və Məsələni onunla həll edəməyəcək. Bunu başa düşməyiniz üçün deyirəm. Burada məsələn probability A and B var. Bizə də orada probability B and C lazım. Eyni düstur dəyişib. Yox, bunu
düsturda yaza bilmədim bunu düzdür düsturda. Çünki tam mahiyyətini başa düşməlisən. Burada bizdə probability D-C var. Bu conditional probability'dir. Bunun düsturu nədir? PD and C böl PS. Bunu Loru dilinə izah edə bilərsən, bu nə deməkdir? Yəni Bax, bu birincisini deyirəm, bu nədir? yəni D ilə C-nin birləşməsi deyək. Ant deyəndə birləşməsi. Yəni D-də olan Həm elementlər. kəsmə, orada birləşmə. O, hə. Birləşmə, Yəni Venn diaqramı həm C'dən bundan, həm çıxan bundan D-nin götürür. Hər iki şərt ödənməlidir eyni vaxtda. Ha, onda deyək ki, Venn diaqramında oxşarlıq olan hissə. Buranı Loru dilindən izah eləmək. Tutaq ki, mən ümumiyyətlə statistika bilmirəm, bu nə deməkdir? C aparatından defekt çıxanı Yəni əlində olan məhsul həm C aparatında istehsal olunmuş olmalıdır, həm Həm də də defektli defektli olmalıdır. olmalıdır. Sonra o nədir? Bu da C aparatında ümumi istehsal ehtimalı. Yəni Sonra bu nəyi verir bizə? bu da bizə verir ki, C aparatında istehsal olunsun, amma daha doğrusu defekt olsun, amma C aparatında istehsal olunsun. C aparatında istehsal olunmuş malın defekt Defekt olması olması verir. ehtimali. Bura aydındır. Yəni bizim bu burada yazdığım bunun nə demək olduğunu bildiyini. Okey. Bu ikisinin hasili bölək bu. Bu bizə nə verir? Defekt Bax, olması C. bu verir ki, C aparatında istehsal olunan məhsul defekt olsun. O da Bu bizə verir ki, ümumiyyətlə C aparatında nə qədər məhsul istehsal olunmuş olar? Yəni, bu bizə ümumi C aparatı haqqında belə deyək, mənzərəni verir. Bunu da ümumi defektlərin probabilitysinə bölürük ki, alaq ki, defekt olanların nə qədəri C aparatında istehsal olunur. Daha doğrusu tərsini, C aparatında defekt çıxmış malların hansı ehtimalla sən bir defekt olmuş məhsul götürürsən. Bu hansı ehtimalla C aparatında istehsal olunmuş olar? 100%. Onda bunun düsturunu yaz. Ümumi Müslüman Müslümanlısı Hansı ehtimalla defekt çıxa bilər məhsul? yine Yuxarıda sən o dataların var. A vurulsun B vurulsun B C. Bir-birinə vurub Bütün toplayır. ehtimallar toplanmaz. Hasıl edilir. 0,3 veya 0,2, 3. Veya vurulsun. Vurulsun. Üçünü de birbirinden vurulsun. o ehtimalların içində bir O 0,2 nədir? bu Onu işarələməsini səhv etmişsən. Onu işarələməsi nədir? Ümumiyyətlə o 0,2 nədir? yəni A maşınında olan defektlərin sayı. A maşının A maşının olsun defekt ehtimali. A maşındaki olan düzgünün efektif olan A
Aha. Aşağıda da eyni şey yaz. Al, probability al, bak probability. Onu düz yazmışsan. Davamında probability DA. Sonra Gördüm, size gelen. Probability A olsun, A bir yazılımı, Trabzon bir Güzel. toplu yazılımı. A'nın etrafına oraya. A'da defekt olanların ümumi A'da istesi olanlara bahsediyor. vasıya sonra Üst devre olanların B'ye, sonra sevre olanların C'ye. Yeni zaman. Devrenin nasıl olur? 0.02. Onun böyle şey hasilleri de yaz soracak. Hasilleri. Ya orada işarelemeleri yaz. Bunun yerlerine rəqəmləri yaz. Sağlıklı soruda 0.02. Davamını həll eləməyə ehtiyac var. verilen Tam üçün tam fikirləri. Səsini çıxartın. Eyni fikirdəsiz yoxsa eləyək? rəqəmlər olsun, olmaz. Üçüncü məsələn kim çıxır eləyər? Kim çıxar? Kim eləyər? Çatmayanlarda. O pozitif olan bir şey. Hem pozitif. Light bulbs. Xəstəlik. Yəni bir dənə də xəstəlik. Birinci var. 10 diyeceğim. Öyle. Şimdi kim gelir? Çıkmaz diyorsan, köpek sen, Ramiz sen, Rami, çıkmaz diyorsan. Mesela Gel yerden kim soruyor? Disease. Nöbetler yazacaksınız. Yoxsa dərsdə deməli. Ümumiyyətlə səsiniz çıxmır. Utanmaq lazım deyil. Çıxmaq lazım. Bir nəfər olsun zəhmət olmasa. A test for a disease has sensitivity of 95%. Bunu da yazmışım.
Cümlə oxusun, hər dəfə sən işarələmələri ilə probabilityləri yaz. A test for a disease has sensitivity of 95%. İndi yaz. 95%, 9.5% ihtimal. 95. ihtimal. Nədir o? Neyin ihtimal? A test for a disease has sensitivity of Test. 95%. Test for a disease sensitivity. Burada nə başa düşürsən? Yəni ki, düz göstərir. Düz gözləmək. Hansı yola sayıyorsunuz? 11. Xəbərin yoxsa daha yaxşı. Yəni ki, doğrudan da disease varsa düz göstərir. Probability, test sensitivity of disease. Bunu necə işarə edirsən orada? Test sensitivity nə deməkdir? Bunu bir dənə real həyatda canlandır. Analiz Test sensitivity, İngiliscə başa düşürsən bunu? tam yok ona göre. Yaxşı, testin əsasları. Testin esasları. Dəqiqliyi. Nə deməkdir bu? Testin dəqiqliyi. Dəqiqliyi, yəni... Neyse fayda 95% ihtimalı. Aha. Testin dəqiqliyi. Yani sensitivity. Test yox. Testin dəqiqliyi nəyə deyirlər? Yəni 95% ehtimalla xəstə olan adamı pozitiv çıxardır. Xəstə olanları pozitiv edir. Orada P pozitiv, P olsa pozitiv. Burada. Yox, o tərəfdə də D, disease ya da xəstəlik, hansından işarə eləmək istəyirsənsə. Bunu başa düşdün niyə elə? Xəstəliyi başa düşürəm. Siz testləyirsiniz, mən bilirəm nə test edirəm. And false positive rate 3%. False positive nə deməkdir? Yəni negativ. Negativ çıxır. Yəni ki, Bir vaxt False positive. Burada pozitiv o deməkdir ki, test sənə pozitiv result qaytarır. False positive də o deməkdir ki, bu xəstə deyil, amma test pozitiv cavab qaytarır. Yəni ki, o F yox, no disease olacaq, N-də. N-də. Nədir ehtimalı? Sonra? If 2% of the population has the disease, find... İndi burada deyəm. 2% of population has... Əhalinin 2%-i xəstələnir. Bunun işarələməsi necə olacaq? Ki 2%-i deyil. 2%. 2%. Find the P disease positive. Hesaplanıyor. Disease, aha, düzəlmişdir. Disease pozitifi. Aha. Yukarıdaki tersi. Burada bunun tersini. PD pozitiv, bu nə deməkdir? Demək, xəstə testin... Xəstə çıxanlar. Yox. Test pozitiv göstərir. Pozitiv göstərənlərin neçə nəfər doğrudan xəstəliyi var. Pozitiv göstərənlər qədər xəstə etmir. Don düsturunu yaz. Birinci ümumi tapanı. Əvvəlcə o aşağıdakı, ən aşağıda səndən nəyi soruşur, onun düsturunu yaz, o nəyə bərabər? Bunun bərabərliyi düstur forması yazmışsın. Düstur. Yox. Bölünür. Uzaq PD-yə. Artı əksin olur. Belə etməyə.
Bölək 2%. 2% yuxarıda yazmadı. P-də oldu. Bölək P pozitivə. P pozitiv. 2% olsun. Düsturu belə şey deyə bilmirsənsə, bu düstur kimi yadda saxlamağın rahat bir yolunu deyim. Yox, prosto pozitiv. Düstur kimi bax, birinci yazılanı P-də 2-ni yazırsan bura. İkinci Onun yazılanı tərsini. yazırsan aşağıya, bunun tərsini də yazırsan Ben de bura. yapar. Ben de yapılsın. Birinci yuxarıya, ikinci aşağıya, burada bunun tərsi. Şimdi P pozitiv nəyə bərabərdir bəs? Hə, deyim. P pozitivi. Pozitivlə bərabərdir. 95 faizi, 3%. Birinci 95 faizi vurulur. Yəni ki, vurulur. P pozitiv deyil nədir? Birinci bunun ehtimalı 95 faiz olan ehtimalı. Prosto şey başa düşmədim. Buradan mötərizə, buradan mötərizə, buradan Bu mötərizə. mərtəzəsində olmaq istəyirəm. Onda burada bir bağlamalısın axı mötərizəni. Bunu açmısan bağlamalısın. İkiye güzele gidiyor. İki mörtezine geldi. Sonra toplayacağıq 3% ehtimalı. Yaxşı, hələ yazmamışdan əvvəl belə izahla de. Bu P pozitiv nədir? P pozitiv ümumi pozitiv olanların çıxanların ehtimalı. Ümumi pozitiv çıxanlar nə deməkdir? Bunun içərisində xəstə olub pozitiv çıxan da ola bilər, xəstə olmayıb pozitiv çıxan da ola bilər. Xəstə olub pozitiv çıxma ehtimalı nədir? 95%-dir. Xəstə olma ehtimalı nədir bəs? 2%. 2%. Deməli, onların hasili verəcək həm xəstədir və pozitivdir. İndi üstünə gəlirsən, xəstə olmadığı halda pozitiv vermə ehtimalı. Amma o bərabər məsələdir. Burada mötərizə ehtiyac yoxdur. Plusla gedirsən onsuz. Sonra ümumi bunu vurursan, əhalinin nə qədəri o qeyd olunmuşdur. əhalinin nə qədəri xəstə deyil? Neçə ehtimalla? 5% pozitiv. Neçə faizi xəstədir? 2% xəstəlik, 98% xəstəlik. 2% xəstədir. Ümumi xəstəlik. 98-də xəstədir. P no disease. ND. Şöyle. Bundan əvvəlkində 3 dənə var idi, çünki 3 fərqli maşın var idi. Burada 2 ehtimal var. Ya xəstədir, ya xəstə deyil. 95% vurulur. 2%. Sonra toplayırıq. O ya faizlə yaz, ya da 0.95. Sonra qarışdıracaqsan. Sonra 98%. Onda vururuz. Neçəsi? Orada bir şey oldu. Prosto no disease deməkdir.
Bunun dezisinə gelirik. 98% idi. Bunların pozitiv çıxma ehtimalı 3%. İkinci. Hə, İkinci 0.03. O tərəfdəki də 0.2 deyil, 0.02-dir. Sıfır nöqtə 21.94. 21.94. o zaman senin Bunu 21.94 ilə yaz. Sonra oradakı rəqəmləri də yaz, başqa bir şey istəyəcəm. Bunu 21.94 yaz. İndi o rəqəmləri yerinə qoy, o final probability-ni də tap. Bu düsturda hər hamısı var da, 3 dəyişən də var. Orada yerinə qoy. Neçə eləyir? Aynen bizim ses olarak. 21.94 eləmir. 0.95 Ne bakın? 0.95 bu 0.0. Bu 0.02. Ha, ben seni yapmışım. 0.95 0.04 işte. Ümumi nəticə bunu deyirsən cavabını? Ha. Neçə? 0.04 işte. 04 84. Yuxarıdakı da. Axırıncı cavab nə olacaq? 14. Axırıncı cavab Aha. 0.390 392 39% olur. 392. Okay. İndi aldıq ki, pozitiv çıxanların, daha doğrusu pozitiv çıxanların həqiqətən xəstə olma ehtimalını tapdıq ki, 39,2%-dir. Bunu kim real tutaq ki, deyirəm ki, bu ehtimallarla 100 min nəfər əhalisi olan bir şeydir. Yəni qəsəbədir, kənddir, şəhərdir, hər nəsə. Onun həqiqətən də hesablamalarını eləyib, bu rəqəmləri verdiyini çıxarda bilərsiniz. Necə? 100 min nəfər əhalisi olan bir şəhər götürürsünüz və həqiqətən sübut edirsən ki, və orada xəstəlik testi falan aparılır. Həqiqətən kim sübut edə bilər ki, o ehtimal, o pozitiv test alanların xəstə çıxma ehtimalı, yəni real rəqəmlərlə, əhali sayını mən verirəm. Həqiqətən bu eləyəcək. Bu ehtimal olacaq. Əmə rəqəmi faizləri Anladım. Ama o son rəqəm burası 100 milyon. Bu elə bil ki, bu hesablamanı eləməlisən. Hesablamaları 100 mini belə faiz ödəmişdir. 95%. Necə elə? Tapmalıq neçə nəfər həqiqətən buna düşürdü? Mən tapmaq istəyirəm ki, bu düsturu istifadə eləmədən, mən tapmaq istəyirəm ki, hər şeyin elə bil ehtimalı var. Fikirləş ki, sənin əlində bu var, bu var, bu var, bu var. Bu 4 dənə rəqəmdən istifadə elə. Mən sübut elə ki, həqiqətən də bu xəstə olanlar, pozitiv çıxanların xəstə olma ehtimalı həqiqətən də bu qədərdir. Belə deyim də, Bayes teoremini bu 100 min nəfərlik əhalisi olan bir şəhər üzərindən sübut elə. Biz boyunca faizini yox, rəqəmlə istifadə edirik.
O rəqəmlərlə bura gəlib çıxmalısan. Hı? Buyur. Bunda sən. 95 min. 95 min bu eləyəcək. Yo ehtimal diyor orada olmuyor. Qoy istəyirsən bunda qızlardan biri eləsin, onlar çıxmayıblar. O tiksin düzlüğünden. Yani Rami, Havadan. qoy istəyirsən bunda qızlardan biri eləsin. Oturuyorum. Ha? Mən bunların bir rəqəmlə Buyur. tapsaq düz gəlmir ki, üstünə. Necə? Bunların bir faizini tapıb rəqəmlə çıxartsaq, üstünə gələ məsələ olmur. Bu düsturdan istifadə eləmə. Elə bil bu düstur yoxdur. Bu ehtimalları vermişik. Hı. Deyirik ki, pozitiv olanların həqiqətən xəstə olma ehtimalını da konkret bu düsturdan istifadə eləmirsən. Bu rəqəmlərlə yavaş-yavaş bu ehtimala gəlib çıxırsan. O yazar. 100 min desən, Hı -hı. aklınıza gəlir. Özə. Orada deyəsən 0.95 üstəgəl deyil, vurmaq olmalıdır. Üstəgəl deyil, vurmaqdır. Biraz Vurmaqdır. hə. Bu düz getmirsən. düz getmir. Ümumiyyətlə. Oradakı rəqəmlərə bax, görsən hansını da səhv eləmirsən. Buradakı Hı -hı. Birinci nə deməkdir? Birinci probability. Yəni ki, xəstəlik olanlardan neçələrdə doğrudan da pozitiv göstərəcək test. İndi bax gör 95 min. Bu demək ki 100 min xəstə var, onun 95 mini pozitiv göstərir. 100 min əhalim var. Onun nə qədəri xəstədir? 2%. 2000. 2000. 95% bundan götürülür. Aha. 1900. İndi ikincidə səncə nə səhv eləmirsən? No disease. Yəni ki 98 mindən götürülür 100%.
Niyə vurdun onları? Düstur istifadə eləmirsən. Biliyorsunuz ki, bunlar probability deyil ki, orada istifadə edə bilməsin. İndi biz nə tapmalıyıq? Biz axırıncı o probability var ha. Aha. Onu bu rəqəmlərdən istifadə edib tapmalıyıq. Ki, test pozitiv göstərənlərdən hansılarda doğrudan da xəstəlik var? Ən aşağıda bir dənə də bir şeyim var. Bir dənə də bir rəqəmim var. Aha. Onu yuxarıdakı rəqəmlərdən və onu hansı şeylə ala bilərsən ki, neçə nəfərdə pozitiv çıxır? Bunun düzlüyünü tapmaq üçün bu ikisinin cəmləri neçə verir? Bundan bunu. 4840. 4840. Bu ikisinin cəmi nə deməkdir? Test pozitiv göstərənlərin sayı. Bunu ya bu ikisini cəmləyib də ala bilərsən və ya əhali sayını buna vura bilərsən. 100.000-i buna vuranda da eləyəcək 4840. Yəni ki, nə qədər adam pozitiv, nə qədər adamın testi pozitiv cavab qaytarır. Bizə nə lazımdır? Pozitiv qaytaranların nə qədəri həqiqətən xəstədir. Onu necə taparsan? Bu aşağıda olacaq. Bu? İndi də tapmalıyıq. 1900 vurulmuş. Xəstə olanların sayı. 1900 vurulmuş xəstələrin sayı. 1900 heç nə vurmuyor. Niyə vurmalısan xəstəsən? 1902-də vuranlar. Bu o deməkdir ki, sənə lazımdır ki, pozitiv rezult qaytaranlardan nə qədəri xəstədir. Amma bu 95% bütün xəstələrin hamısını pozitiv qaytarmır. 95% xəstə olanları pozitiv qaytarır. 3% də, yəni bu rəqəm qədər də xəstə olmayanları pozitiv qaytarır. Sən bu pozitiv qaytardıqlarından həqiqətən xəstə olan 1900 nəfər var. Pozitiv qaytaranların cəmi də budur. Bu ikisini bölün görün neçə verir bir-birinə. 1900 bölünsün 4840. Bərabərdir 3392. İndi aydın oldu. Bir dəfə də bu Şey alayım. mənə də olmaz. Bax, heç bir rəqəm filan olmadan, biz bu düsturlarla hesablayıb tapırıq ki, pozitiv testin cavabı pozitiv qaytaranların qaytaranlardan həqiqətən xəstə olanlar Bir şey qarışdı. 3% 2940 eləyin bax. 100.000. 100.000-in 2%-nə baxmırıq da biz. 3%. Ora gələcəm. 2000 eləyəndə 3%. Ora gələcəm. Bir dəqiqə ora gələcəm. Biz heç bir rəqəmdən istifadə eləmədən bu ehtimalı tapırıq ki, həqiqətən də testi pozitiv qaytaranlar bu ehtimalla xəstə olacaq. İndi baxırıq, bu nə deməkdir? Test verib xəstə olmuyor. Xəstə olanların pozitiv qaytarma ehtimalı. Hə, xəstə olub pozitiv qaytarma. Bizdə xəstə olan əhalinin 2%-dir. Yəni 100.000-in 2000-idir. Bu şərt onu deyir ki, əvvəlcə xəstə olmalıdır ki, onu pozitiv versin. Yəni ki, 2000-in 95%-ni tapırıq. Xəstədir, həm də pozitiv qaytarır. Yəni ki, burada bizim istifadə eləməliyik bu 2000-in, bu 2000 nəfər 95% ehtimalla pozitiv çıxacaq. Yəni, bu o deməkdir. Yəni 1900 nəfər həqiqətən də həm xəstədir, həm də pozitiv qaytarır. Bu aydındır. İndi keçirik bura. Pozitiv no disease. Neçə nəfər xəstə deyil, amma pozitiv qaytarır. 2000 nəfər xəstədir. Xəstə deyil, neçə nəfərdir? 98.000. 98.000 nəfər xəstə deyil, amma 3% ehtimalla pozitiv qaytaracaq.
98-in 3%-ni tapırıq. Bu xəstə olanlardan pozitiv qaytaranlar, bu da xəstə olmayanlardan pozitiv qaytaranlar. Total bizim pozitiv qaytaran bu qədər əhalimiz var. Amma pozitiv qaytaranlardan 1900-ü həqiqətən xəstədir. Burada tapırıq ki, pozitiv xəstə olanların, həm də pozitiv qaytarmış xəstə olanların ümumi pozitivə nisbəti. Yəni ki, pozitiv qaytaranların hansı hissəsi həqiqətən xəstədir? Cəmdə yeni 100 min alındı. 100 min də Necə? Cəmdə yeni 100 min alındı. Nəyinizə alındı? Nələr cəmləyirsiniz? 1900 cəmləmir. 2 liraya yazılır. Nələr cəmləmək istəyirsiniz? 100 minin 95%-i xəstə. Yox, 2% xəstədir. Onun 95%-i pozitiv verir. 1900. Qalan 97%-i, 3%-i negativdir. 3% negativ verməyib. 3% xəstə deyil, amma yenə də pozitiv qaytarır. 3% xəstə deyil, amma bizə də lazımdır ki, həqiqətən xəstə olub pozitiv verənlərin. Həqiqətən xəstə olub pozitiv verənlərin, ümumi pozitiv verənlərin içərisindəki payı lazımdır bizə. Kimə aydın olmadı? Aydın oldu? 100%. Kimə aydın olmadı? Aydın oldu? Nədir qaranlıq qalan? Heç bir sual yoxdur. Sən? 100%. Bir yerində məsələ versəm özünüz eləyə biləcəksiniz rahatlıqla. Əmin. Çətinlik deyəndə. Onda çıx bir dənəsində sən. Siz oraya yazın. Yerinizdə qalırsa siz yazın. Sən gəl yaz, lazım olsa axırda şəklini çəkərsən, qalar səndə. Mən eləmək, baxmaqla yadda qalmır. Özün işləməlisən. Kim özündən bir dənə məsələ verirlər, Bayes teoremi ilə Orada var, olacaq. Bir dənə də var, 3 dənə olmalıdır. Test light bulbs. Hə. The company test light bulbs. 1% defektivdir. Maşınlar var, yoxsa necə? Yox, deyəcəm. İstehsal olunan məhsulların 1%-i defektdir. Onun probability'si. Yerdən işarələmələri deməyin. Defekt olma ehtimalı 1%-ə bərabərdir. Yox. Sən yazdığın nədir? Bu, sadəcə. Aha. Sonra. Test detects defects correctly 98%. 98% ehtimalla aparılan testlər defekti tapır. Correct this. Nə oldu? Okay. 98% ehtimalla defektləri tapır. Aha. False flag 2%. For non-defective. Yəni defekt olmur. Amma defekt kimi göstərir.
geçecek. Sops. Faiz. 2%. İndi sənə deyir ki, probability, defect, pozitiv çıxanların defekt olma ehtimalını tapır. Pozitif çıxanların Yəni, C ilə yazmışsan, correct. defekt olma ehtimalı. Bunu tap. İndi onu düstür. Sonra 3'te niye correct yazdı? Necə? False olmamalıdır. Üçüncüde. Yani ki false reflects 2% of non-defective ones. Non-defektivi şey Yani ki bu correct değil, o pozitivdir. Testin pozitiv olması şeydir. Yəni bu defektiv deməkdir. Onda bunlar da Aha. pozitif. Adaptiv. Bu düsturda da şeyləri piyirlər. İndi pozitiv qaytarmağın düsturunu yaz. Probability. Probability idi, aha. O biri tərəfin analoqudur. Sadəcə olaraq no defektlə yazırsan. Plusdan əvvəlki tərəfin analoqudur. Yəni bu o deməkdir ki, sən defekt olanların pozitiv çıxma ehtimalı ilə defekt olmayanların pozitiv çıxma ehtimalını cəmləyirsən, ümumi bütün malların pozitiv çıxma ehtimalını tapırsan. Onda burada vurmada Bu no defekt. 0.0296. Rəqəmləri qoy yerinə. Neçə elədi? 0.0296.
Məsələn, Diğer istəyirsən şəklini çək qalsın. 0.30 Hamıya aydındır. 3.099 orada nədir? 0.99 bir dənə özün fikirləş. bir faiz orada defekt. Nə qədər defekt deyil onda. Defekt olmayanlardır. O necə yazılır? Defekt olmayanlar. Non-defect. Necə istəsən, adını sən nə qoysan elə yazılır. No defect, nə bilim, false qoy, ya nə istəyirsən qoy. Sən nə istəyirsən onu adlandırırsan. Probability-də o birisi məsələləri eləmisiniz. Əvvəlkiləri. Şərh etmiyor. Ümumiyyətlə heç bir şeydə belə deyim, dərsdə iştirak eləməyən, nəyəsə cavab verməyən, azı bir sən qalmısan, bir də müəllimsiz. Ona görə bu əvvəlki məsələlərdə siz cavab verin. Mən bircə başa düşmədim. Treni necə eləmək lazımdır? Nəyi? Ağacı da elə bir treni. Venn diagramı. Onda çıxan elə. Ümumiyyətlə bilmədim. O harda olacaq? Çıx elə, kömək eləyən olacaq da sənə. Eləməyə eləmişəm, treni bilmədim necə. Necə qurur, vizual olaraq Heç bilmirəm göstərmək. necə qurulur. Məsələn, Eləməyini eləmişəm, prosta onsuz. deyir ki, defektiv olanların əvvəlcə bölürsən 2-yə. Bu şeydə var, 0.01 bu prezentasiyada Venn diagram qrafik kimi bilmirəm, var yoxsa yoxdur. Bunu onsuz da keçməmişdim. Bir yerdə saxlamışdım mühazirəni, çünki gördüm ki, ağır gedir. Bu 0.01 bu defektivdir. Burada yazırsan 0.99 non-defektiv. Defektiv olanların burada başqa nə bölgüsü var? Defektiv olanların pozitiv çıxma ehtimalı 0.98-dir. Pozitiv çıxmama ehtimalı. Bunların cəmi həmişə şey verir, 0.02. Non-defektivlərdə nədir? Non-defektivin pozitiv çıxma ehtimalı 0.02, pozitiv çıxmama ehtimalı 0.98. Belə bundan da sonra nəsə ayrılırsa, belə bunların da hamısını bölürsən. Bu budur da. Bunu Bunu 3, aha. Çəkdiyin şəkli. Sonra bir də şey var idi. Bunu əslində çəkmişdim, Venn diagram. 2 dənə probability ehtimalı olan, məsəl üçün, imtahandan keçmə ehtimalı uşağın. 2 dənə imtahan var, nə bilim, biri olsun tarix, biri olsun, nə bilim, ana dili tutaq ki. Ana dilindən keçmə ehtimalı 0.8-dir. Tarixdən keçmə ehtimalı 0.6-dır. Həm tarixdən, həm ana dilindən, hər ikisindən keçmə ehtimalı 0.3-dür. Burada üçüncü bir şey olsun, bir dənə dəfə. Bu da olsun riyaziyyat. Bundan keçmə ehtimalı 0.3-dür. Hər üçündən keçmə ehtimalı tutaq ki, 0.1. Həm ana dili, həm riyaziyyatdan keçmə ehtimalı olsun 0.2. Həm tarix, həm riyaziyyatdan keçmə ehtimalı olsun. Bu da 0.4. 0.5 olsun. Bu diaqram, səndə 3 dənə fərqli ehtimal var, 3 dənə event var deyək. Bunların üçünün bir yerdə kəsişməsi o deməkdir ki, bu eventin üçü də olur.
Qalanların ikisinin kəsişmə yerləri də bu deməkdir ki, həm bu, həm bu olur. Bu ehtimal odur ki, həm bu, həm bu, bu da həm bu, həm bu. O birisi Excel'ində baxırıq. Hə? O birisi Excel'ə baxırıq. O birisi Excel-ə heç deyəsən vaxt çatmayacaq. Prosto hamısının üstündə əslində bu qədər dayanmamalıyıq bunların üstündə. Keçən dəfə bir xeyli o birisi testlərin üstündə dayandıq. İndi də bunun üstündə. Bunu eləyə bilməyiniz üçün çoxlu praktika eləməyiniz vacibdir. Yəni hər iki dərsdən bir dərsi saxlayıb sırf praktikaya vaxt ayırsaq belə biz proqramın yarısına qədər gedib çıxa biləcəyik. Bizdə çünki problemimiz nədir? Resurs yoxdur ki, biz onlara baxması üçün. Mən bunları sizcə hardan tapmışam? Başlıqlara atıram ki, bu mövzulara aid mənə çoxlu məsələ ver. Bu məsələlərin hamısı ChatGPT-dəndir. Hətta Excel-i belə özüm yığmıram. Yazıram ki, mənə bir dənə link ver, Excel-i oradan yükləyim. Məsələ tapmaq çox rahatdır. Onu oturub həll etmək lazımdır. Mən bir dəfə atdım, mən qəlbə bir şey verdim. Süt belə gəldi, yəni faiz belə nisbət. Mən sizə faiz nisbəti belə olanda belə olur. Başqa şey verdim mən. Mən sizə dərslərdən əvvəl həmişə şeyləri atıram da, dərs başlığını atıram. Məsələləri çıxartmaq üçün də o başlıqları sadəcə ChatGPT-yə atıram, deyirəm mənə bu şeylərin olduğu bir dənə Excel fayl ver. O faiz nisbətini özünüz vurursunuz, yoxsa Heç nəyi vurmuram. Sadəcə deyirəm ki, mənə məsələ ver bu mövzular haqqında. Arzu, sən nəvəndir? Hamı nəsə deyib. Əvvəlki məsələlərindən, bayesdən əvvəlkiləri eləmişdin də. Necə? Siz eləmişsiniz müəllim? Burada bilmirəm, çıxacaq bir şey var ya yox. Bu tapşırığı gələn dərs yəni belə deyim, gələn dərsə mən belə məsələ atmayacağam. Həm statistika, standart deviation, həm o barədə, həm də ki bu probability barədə. Özünüz ChatGPT-yə deyin ki, sizə məsələ versin, hamıda eyni şey olmasın. Hər dərsə aid 10 dənə, ümumilikdə 20 dənə. Onları həll edin, gəlin, suallarınız olsa deyin. Yəni, bunu eləyin ki, növbəti dərslərdə özünüz evdə müstəqil məsələ tapıb onu eləyə bilin. Mən dərsi izah elədim, gedin dərsi oxuyun, sonra da məsələlərini tapın, həll edin. Praktika eləməsəz heç nə yadınızda qalmayacaq. Əvvəlki məsələlərdən birini oxuyun, bayesdən əvvəlkilərdən. Bir nəfər oxusun da. Oxu müəllim bir nəfər. Hər hansıda? Olsun da sən. Hər hansısa birini, hə. The probability of rain is 0.4. Neçəncini oxuyursan? The probability of rain 10. Aha. Yağışın yağma ehtimalı 0.4%. 0.4-dür. Yağışın yağma ehtimalı 0.4-dür. Sonra? The probability of traffic jam Onu işarələməsi necə olacaq? Yaxşı. Probability of rain. Bunu işarələməsi necə olacaq?
Bir dənə nə istəyirsiniz? Bir dənə adlandırma qoyun. Bərabərdir 0.3-ə. Yox 0.4-ə. 0.3. Yox, 10-cudur. Budur. Sonra traffic jam. Tıxacın olma ehtimalı 0.3. Eyni vaxtda həm yağışın, həm tıxacın olma ehtimalı 0.12. İndi sual odur ki, bu iki event, rain və traffic jam, bunlar independentdir yoxsa yox? Deyil. Niyə? Çünki hazır var. Geçen de keçdiniz. Və statistik olaraq bunu necə ifadə edə bilərsən ki, bunlar independent deyil? Bence independent. Hı? Bence independent. Necə? Yəni statistik olaraq izah edeyim. Onların Orada bir dənə cümlə var idi slaytlarda məncə. Var idi. Məncə yazmışdım onu. O slaytlarda bir dənə cümlə olmalıdır. Orada var. Yəni ki, onları biz vursaq bir-birinə, yəni Bərabər. ki, bərabərdirsə deməli independent. Bəs bərabər deyil. Bərabər deyilsə, Hı? Orada beraber. Necə bərabər? 0.4 vurdu 0.1. Hı. 0.1. Deməli, İndependent değil mi? hə. independent. 0.2-ni niyə? Orada bir dənə cümlə var idi ki, independent olub olmamasının şərti var idi. Əgər ayrı-ayrılıqda probabilitələrin hasili hər ikisinin eyni vaxtda olmasının ehtimalına bərabərdirsə, onda eventlər independentdir. Bu nə deməkdir? Yox, buna indi lor dilinə izah elə. Yəni ki, eyni vaxtda yağış da olur. Yağış yaranda tıxac olur. Tıxac olma Yəni ehtimalı əsnə daha ərazidə ayrı hadisələr. Ancaq yağış yaranda təhlükəm artırsa, Bəs belə sual verim. O ikisinin hasili tutaq ki, 0.11 verdi. Bərabər olmadı. Bunu mənə izah elə. Bu nə deməkdir? Yəni rain and traffic jam. Bu 0.12 deyil, tutaq ki, 11-dir. Bu nə deməkdir? Bu orada 12 olmasa yox, 12 yox, 11 olsaydı nə deyəcəkdi? Hə? Olmur, deməli Üçüncü bir. dependentdir, independent yox. İndi deyin görün, niyə dependentin probability'si independentdən az olur? Çünki onun olma ihtimali daha az var. İkisinin eyni anda olduğu. Bunu mən bir dənə çəkib göstərə bilərsən burada. Məsələn, Yox, danışmaq demirəm. Qrafiklə çəkib göstərə bilərsən. Təkrar edə bilərsiniz. Niyə dependent eventlərin baş verməyi iki dənə eventdir? Əgər onlar dependentdirsə, sondakı probability daha az olacaq independentdən. çünki o hadisə baş verməlidir. Qrafiklə göstərmək. Grafik deyəndə necə bir grafik? Yəni hər hansı bir yeri Yaxşı, qrafiklə göstərmə, necəsə izah elə onu mənə. Mənim tutaq ki, statistikadan heç bir anlayışım yoxdur, onu mən başa salım. Bir dəqiqə. Hepimizə məsələ.
6 olsun. Mesela biz istiyoruz ki x 6 olsun. Yani x'in burada olma ihtimali 4'ten 1. 9'un olma ihtimali 6'dan 1. O da 24'ten 1. Başa düşmədim yine. Yani burada bizde işare var. Birinde de altına işare var değil mi? Hı hı. Biz istiyoruz ki x altını taparda yani 10 olma ihtimali. Bax, yenə o slaydlarda bir dənə subset cümləsi olmalıdır, yadınızdadır. Slayda baxın. O altını Hə? Slayda baxın. Ne cümlesi? Subset sözü olmalıdır bu. Düşmedi mi? Subset. Alt çoxluq. Əgər bax, bu sənin deyək yağış yağma ehtimalındır. Deyək ki, trafik yağışdan asılıdır. Kesişenler yoktur. Conditional probability focuses on one event within the subset of outcomes where the other event occurred. Hı -hı. Yəni, bu deyək R'nin probability'sidir. Əgər bunlar dependentdirsə, məntiqlə o deməkdir ki, yağış yağanda C yarana bilər. Məntiqi budur, düzdür? Əgər dependentdirsə bir-birindən. Bir-birindən asılı olması nə deməkdir? Tutaq ki, tıxacın olması yağışın yağmasından asılıdır. Bu nə deməkdir ki, yağış əvvəlcə yağış yağmalıdır. Yəni bu şey olmalıdır, baş verməlidir. Amma hər yağış yağanda tıxac olmur. Düzdür? Tutaq ki, çox yağanda olur, az yağanda olmur və s. Onun bu yağış yağdığının müəyyən bir subseti olur ki, tıxac burada bu ehtimallarda yaranır. Yəni ki, bunu da belə iki qrafik kimi göstərəndə bu dependent olan hadisə bunun alt çoxluğunda olur. Onda çoxluğunda. Onda 0,11 de olur belki. Yani 0,11. Ona görə 0,12 olmur ki, bunlar ayrı-ayrılıqda bir-birindən tam independent olsa, heç bir, yəni sən onda tıxacı gəlib bunun alt çoxluğunda axtarmayacaqsan. Amma alt çoxluğunda axtarırsansa, deməli bu eventlərin ortaq nöqtəsi var. Hər ikisinin olma ehtimalı ona görə. Dependentdirsə, yəni dependent deyəndə nəyə nəzərdə tutursan? Biri olmalıdır ki, o birisi olsun. Əgər bunlar 0,12-ni o vaxt verər ki, bu hər dəfə olanda, bu da hər dəfə olur. Hə, bilin başa düşün. Amma yağış yağanda bəzən tıxac yaranır, bəzən yaranmırsa, demək ki, dependent eventin probability'si independentdən daha aşağı olur. Onda nə ondan sayılır, bu nə bundan sayılır. Ne olmuyor? Öyle bilmiyorum. Ne independent ya dependent. İkisinden de sayma olmuyor. Ne oldu böyle bir detay? Nəyi? Şimdi Əgər bu hasil 12-yə bərabərdirsə, demək ki, bunlar independentdir. Çünki biri olsa, o birisinə heç bir təsiri yoxdur. Hasil 12-dən kiçikdirsə, onda bize bu şərt verirsə, onda biz rahatlığından yanında deyirik ki, independentdir. Hə. Yəni bu sənə onu yoxlayır ki, bu ikisinin hasilini buna bərabər eləyib baxırsan ki, dependentdir yoxdursa independentdir. Mənim sualım o, bu mən dediyim ikinci sual idi ki, niyə dependentlərdə ehtimal nisbətən daha aşağı olur? Bugün ya sabah atacağım növbəti dərsinə keçəcəyimizi. Ev tapşırığı da həm probability-dən, həm də ki, əvvəlki dərsdən evdə 10 dənə məsələ tapın və həll eləyin gəlin. Təzə data istəyirsinizsə, mən promptu belə yazmışdım ki, mənə 10.000 sətirlik bir data ver, içərisində bankingə aid bir neçə dənə sütun olsun və o sütunlara aid mən bu mövzular haqqında çalışmalar yazım.
belə bir prompt verdim. Dedim ki, həmin Excel-i işləmək üçün link ver mənə. Seviyesini yazdı. Necə? Orta seviye ya aşağı seviye. From zero to hero yaz, hər şeyi versin. Asanları, ən asandan ən çətinə qədər hər cür məsələ versin. Bir də dərslərin başlıqlarını yaz ki, ya da ki, slaydı da ata bilərsən ora. Birinci slaydı, o standart deviation slaydına denən ki, yalnız bunun içərisinə aid şeylər ver. Yəni, gedib error margin, nə bilim, confidence interval zad verməsin də keçmədiyi şeyləri. Aslında avansı 16. Kim çıxıb eləmək istəyir? Ən axırıncısı. Buyur. Şey var. Silməyə. Yazır biz birini çıxardırıq, sonra yerinə qoyuruq. Lazımdır tapmaq bütün kombinasiyalarını da elədir. Birinci kombinasiya red işte görə mən belə yazmışım da. Deməli bir dəfə çıxarsaq red olmalıdır. Deməli 3'te 5. İkinci dəfə də yenə 3'te 5 olmalıdır. Bu üstündə deyil. Yox, olmalıdır. Bu probability-deki red number çıxacaq. Sonra bu. Belə. Blue red. Burada təmiz. O da trade olmalıdır da. Eyni şeyi yazmalısan. Hə, yazmışdım mən. Hə. O da sonra 3-5 yapılır. Yəni mötərizədə 2 boyu ya da ki, o təkrarlanır. Red blue, bir də blue red. Eyni ehtimal alır. Rüfət, sifarişi verdin amma heç baxmadım. Mən şərti səhv olmuşam. Ona görə hər şey Okey. Üçünü bəs necə eləyirdi? Necəyin? Nəyin? Burada drawn a probability tree. Bu həmin göstərdiyimiz bizə tree. Yəni, onu necə eləyərdik biz burada? Birinci red. Orada yox. Buradan red, buradan blue. Sonra bir də bunların da hər ikisini ayırırsan. Burada red, blue, red, blue. Burada red 2 dəfə yazıram da. Burada red, yox, burada red, burada blue, burada red, burada blue. Yəni ki, birincini çəkdin red çıxdı. Sonra yenə çəkdin, yenə red, sonra blue. Bunda blue çıxdı. Blue, blue, red, blue, red belə. Bu 5'te 3'dür, bu 5'te 2'dir. Cəm 1'dir.
Bunlar da ki, burada yazdığın ehtimallardır. Cəm yenə 1 verir. Çox aydın. Sual olan var. Mənim var amma başqa Excel'dən. O da biraz uzun olacaq soruşdan. Ona vaxtımız qalmayıb təəssüf ki. Onu səhət tapşırıq kimi gələn dəfəyə qədər tapacaq bilərəm. Bu qədər tapşırıq aydındır. Bir dənə zəhmət olmasa Emillə Arzu qalsın, davamınız gedə bilərsiniz. Siz bunu da dediniz ki, ChatGPT-dən tapdınız da. Hı -hı.